adətlərimiz var. Qurban bayramında qoyun göndərilir qız evinə. Yağsını göndərərsiniz. Hatta nə yağsın deyə. Adı qoyun göndərmişsiniz. Bunun yağsı var ki. Yox, adətə görə yağsı. Tənbətən. Yağsını mütləq göndərin. Nə var hərəsindən də bir dənə, o da iki nəsə var. Onu da birini göndərərsən. Biabçılıq. Toy eləyirlər, qız evinə verirlər 70 dənə yer, oğlan evinə verirlər 12 dənə yer. Uzaq başı 2 dənə stol olacaq bizdən. Nə üçün qomqaya qabalı döysünüz? Yığılandı, 80 nəfər yığılır bir yerə. Qəribə adətləriniz var. Nə bilim, yengə, biabçılıq, bildim biabçılıq deyə. Sən burada nə gəlsən, mən burada yengəm. Sən bir şey alınmazsa səni tutub yollayacağım. Bu ne deyib yengə? Adı bizdə o adətlərdə. Yol verin yengəyə. Yengə üzü üzlər görmüş yengə.